3. Burada 7 qiraət tutulur nəzərdə. Baxın, bu sünni kitablarından 3-cü nəzəriyyədir. Yəni, bəzi mənbələr bunu deyir, bəzi mənbələri onu deyir. Bu da 3-cü mənbəsi. Deyir ki, 7 qiraətdir, sırf 7 dənə. Lakin bu fikrə irad bildirirlər ki, özlərini batil edirlər ki, Quranda çox az sayda sözlər istisna olmaqla, fikir ver buna fikir ver, Qur'anın 7 qiraətdən oxumaq qeyri-mümkündür. 7 qiraət deyirsən, bunun bölümündə bir alim yoldaşı çıxırdı ki, bir-iki dənə sözdən başqa sözləri heç nə oxumaq olmaz 7 dənə stildə. Bir dənə stildə oxumaq lazımdır. Mən sözlər oxumaq olar. Harası qəbul olan sözlər, amma harası qəbul deyil. Axı, hansı haqqa əsasən biz lap cüzi olan sözlər də olsa belə 5-10 dənə, biz onu oxuyaq 7 növdə. Niyə? Mənbə hardandır? 4. Burada 7 dedikdə 7 və daha artıq sayda qiraət olunan bilən sözlərdir. Bəli dedə. Deyir, nəyin ki? O deyir, başını bıraq da. 7 bir dənə kəlmənin 7 növ yox, 15 növ, 70 növdə sinonimlər. Bizdə azı sinonimlər. Qapını məsələn, ört, bağla, 2-3 sözdür. Onlar daha çoxdur axı. Dil yoxu deyirsin. Yəni, əsas budur ki, sən bizə var axı, niyyətim saf idi. Niyyət saf şərt deyil, əzizə. Niyyətin saflığı şərt deyil. Ürəyin təmizliyi şərt deyil. Niyyətin saflığı əməlin doğruluğu ilə belə olsa, hə, doğru olar. Baxsa, niyyət saf, amma əməl doğru deyil. Və ya əməl doğrudur, əməli vaxtında eləməyib, gec və tez edib. Bu da doğru deyil. Amənu və əmilu salihə. Quranda əmimiz var. İman və salih əməl. İkisi də şərtdir. Düşünməyək ki, mənim niyyətim saf idi. Nə olsa məsələn mən belə elədim. Yox, o həmişə doğru olmur. Yəni, bizi bu sözlə ağlatmasınlar da. Mən davam nədir? Göz açıq ola. Çünki biz çox allanmışıq. Burada 5-ci, Quran qiraətləri arasında olan fərqlərin qismləri tutulur nəzərdə. Fərqlərin qismində 7 dənə qismlər var. Belə ki, fərqlər 7 qismdən çox deyil. Yəni, qiraətlər arasında 7 dənə, həmin sözdə 7 dənə oxumaq stili. Quran elmləri tədqiqatçıları Əhruf-u Səbəə məzmunlu hədislərin şərhində ərəb ləhcəsinə toxunmuşlar. Əhl-i sünnə alimlərin əksəriyyəti deyirlər ki, Qur'anın 7 ləhcədə nazil olduğunu bəyan edən şərh Əhruf-u Səbəə məzmunlu hədislər üçün qeyd edilən ən uyğun şərhdir. 7 dənə hərf, yəni 7 ləhcə. Yəni, nə deməkdir? Bu, məntəqənin birində belə deyilir bu sözə. Başqa ilə başqa söz deyilir. Bizim, o da demişim mən, konstitusiyamızda ləhcə yoxdur. Var da konstitusiyamız. Olanmaz axı. Onun imizini öldürür o. Bir də rəsmi, dövlətin rəsmi dili olmalı televiziyada, qəzetlərdə və konstitusiyada. Burada ləhcə ola bilər? Yox. Və nə Quran daxil edirsən həm fikri? Quran ürən nəsil oxuyur, bu sənin dilvə yatmır. Hə, sən belə deyə bilərsən. Deyir, yox, bu, siz Qurandan qalmır artıq. O işli çıxır artıq. Heyf o Qurana. Çünki bu hədislərdə vurgulanır ki, Peyğəmbər öz ümməti üçün asanlıq istədi. Əvvəl oxumuşduq da. 50 rükət namaz, oldu 17. Niyə? Çünki 50 çoxdur. Asanlıq olsun deyə aşağı axal 17. Və bu məsələ barəsində, ey Allah, ey Cəbrail, Allahdan istə, bu qiraət oxumaq çətindir. Mənim cəmaatım ürək nəcəsidir. Hər kəs öz tayfasından, öz qəbiləsi, öz rayon şəhər kəndinin ləhcəsinə uyğun oxunsun. O cəhətdən Allahdan istədiyinə asanlıq istədi. Sual. Allah özü deyir Qurana ki, mən çətinlik eləmərəm. Çətinlik göndərmərəm. Amma çətinlik göndərir. Peyğəmbər də çətinlik asanlaşdırır. Yəni, Peyğəmbər cəmaatın bilin, amma Allah bilmir. Baxın, burada həm Peyğəmbərə tənə vururlar, həm Allaha bir növ tənə vururlar. Yəni, bu nə əqidədir ümumiyyətlə? Baxmıram, mən demirəm burada hansı məzhəb, dəxli yoxdur. Yəni, bu nə hədisdir? Və Allah da hər bir qəbiləyə, sözümləyə var, hər bir qəbiləyə
Qur'anı öz ləhcəsində oxumağa icazə verdi. Eybi yox, oxumaq istəsən, başa deyirəm, oxu. Tək oxu. Tək oxu söz yox dilimizdə. Tək namaz qıl. Tək namaz qıl səhərə kimi. Bu şərt deyil. Bu adamın dəstəmazının girişi olan, namazının girişi olan dəstəmaz səhvdir. Haqq olsun. O bir savab verirlər, yox. Axı giriş səhvdir. Sən yanlış etiqadla Quran oxuyursan, qəbuldur. Nə öz Quran oxuyursan? Əməl şərtdir, yox şərt deyil. Nədir etiqad? Deyirsən ki, Allah 7 dənə ləhcə oxumağa icazə verib. Allaha sən böhtunu atırsan, Allahın barəsində səhv düşünürsən, amma onun Quran oxuyursan. İbn Qutaybə 10 dəqiqəlik vaxtımıza. Deyir ki, Allahın lütfidir. O yüzden qəşəng cümlə qururlar, belə sığalya, pişim. Niyə? İnsan psixologiyasına uyğun sözdə davranırlar. Nə deyirlərsə? Deyirlər ki, bala, sənə asanlıq olsun deyə eybi yox. Gözü yum, oxu. Nə gözsünsə oxu. Tək ki, sən, bax, bu sözdə bizi ağladır. Bu günə həm bir sistem var, bax, mən deyirəm sizə. Mümkün mən sabah deyə bilməyim, indən deyirəm. Bugün bir sistem təbliğ olunur. Sizin xoş damarınızı tutaraq, xoş sözlər mümkün deyilsin, eşidəsiniz orada burada. Bax, xoş sözün danışılır, baxın girişə, Allahın lütfidir. Nə lütf? Nə lütf? Hansı mənbədir bu? Haran çıxartsan bunu Allahın lütfidir? Allahın lütfidir ki, öz Peyğəmbərinə göstəriş verdi. Nə göstəriş? Peyğəmbər hər qəbiləyə Quranı onların öz ləhcəsində qiraət elə. Bəs biz? Allah bizi arı ərəblərdən. Bəs biz yazıq neyilə? Ərəb deyilik. Rus, Türk, nə bilim, Azərbaycanlı, Özbək, digər millətlər. Arab ölkələri. Olan dili ərəbdir, yox. Yəni bu güzəş ancaq ərəblərədir. Ancaq ərəb dili. Düz ərəb də zəngindir. Ərəb qəbiləsinin nə cəhətdən üstünlüyü var ki, o rahat oxusun. Onda afrikanlıq, onun danışığı qalındır. Möhkəm belə kobud deyə də qalın danışır da. Onda bəs o yazır da tələffüz eləsin hərfləri. Ona görə ayn, mən rahat, sən rahat ayn, amma onun əynin qalın olur. Bəs onda o nəzərə alınmayıb?